Xaqan Film Kinostudiyası təqdim edir. Vətən ətirli oğullar. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük vətən müharibəsində igid oğullarımız Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında zəfər sərnaməsi yazdılar. 30 il düşmənin soyuq nəzərləri altında sıxılan torpaqlarımız işğaldan azad olundu. İkinci Qarabağ müharibəsi haqqında danışarkən ilk növbədə əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik. Düşməni öz torpaqlarımızdan qovduq. Bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltdıq. Tarixi ədaləti bərpa etdik və milli qürurumuzu bərpa etdik. Eşq olsun Azərbaycan ordusuna, Qarabağ Azərbaycandır! Şərəf tarixini yaradanlar arasında Kəlbəcər rayonundan olan igid oğullarımız da vardı. Şəhid Ömər Muğanoğlu Şirinov. Şəhid leytenant Ömər Muğanoğlu Şirinov Kəlbəcər rayonunun Qasımlar, keçmiş Kilsə kəndindəndir. 1999-cu il təvəllüdlü Ömər Şirinov ailəsi ilə birlikdə Goranboy rayonunun aşağı Ağcagənd qəsəbəsində məskunlaşmışdı. Şəhid leytenant Ömər Muğanoğlu Şirinov şanlı ordumuz tərəfindən 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad olunması əməliyyatlarında böyük şücaət göstərib. Ömər lap uşaqlıqdan vətənpərvər bir uşaq idi. Vətənə bağlı uşaq idi. Gəncə Dövlət Universitetinin müəllimlik fakültəsini bitirmişdi. Öz ixtisasını seçmədi, hərbini daha üstün tutdu, hərbiçi olmaq istədi. Mən özüm keçmiş döyüşçü olmuşam, yəni 1-ci Qarabağ müharibəsində həmişə danışardım. Ömər diqqətlə qulaq asırdı mənə. Ömər hərbi xidmətini başa vurarkən zəng vurdu, dedi, ata, mən qalıb zabit kimi işləmək istəyirəm, burada kursa getməliyəm. O kursu bitirdi, leytenant hərbi rütbəsini aldı. Və elə həmin gündə onu en saylı hərbi hissənin Laçın istiqamətində Qaragöl deyilən bir ərazidə tam komandiri idi. 12-si tezdən zəng vurdum və elə sonuncu danışığımız da o oldu. Dedi, ata, burada vəziyyət yaxşıdır, sakitçilikdir. Demə mənə alladırmış, həmin gecəni döyüşübdü, tamam. Aradan bir 5 dəqiqə, 3 dəqiqə keçərdi, yenə yığdım Öməri. Telefonuma cavab vermədi. Demə şəhid olub həmin ərəfələrdə. Səhər-səhər danışdı, atasıyla danışdı. Dedi, ata, burada heç nə yoxdur, narahat olma, mən yaxşıyam. Elə səhər-səhər elə danışdıq, axşam da elə ölüm xəbərini eşitdik. Mən üçün gəzirəm, tapmıram. Yoxdur, Ömər. Şəkillərlə nəfəs alıq. Yoxluğuma çox təsirlənir. Vətənpərvər idi, yəni qardaşım. Yəni, çox istəyirdi ki, gedib torpaqlarımızı azad eləsin. Qardaşım həm də mənə dayaq idi. Biz qardaşdan da əlavə dost kimi idik. Dərdimiz, sirrimiz. Hara gedirdik, bir gedirdik. Deyirdi, ata, dar günün ömrü az olar, deyirdi. Gedib Kəlbəcərdə evimiz, eşiyimiz olar, təzdən yaradarıq. Hamısı yarımçıq qaldı fikirlərini. Allah ordumuzu qorusun, əskərlərimizə, zabitlərimizə can sağlığı versin. Bayrağımız daim dalğalansın. 2022-ci il sentyabrın 12-sində və 13-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi geniş miqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan leytenant Şirinov Ömər Muğanoğlu Goranboy rayonu Zeyvə kənd qəbirstanlığında dəfn edilib. Azərbaycan tarixinə 44 günlük zəfər savaşını onlar yazdılar. Bu torpaqları vətən eləyən oğullar. Onlar özləri yaratdıqları tarixin vətən ətirli oğullarına çevrildilər. Qələbə, zəfər tarixini yazanlar da, yaşadanlar da onlar oldu. Vətən müharibəsinin hər günü bizi addım-addım
qələbəyə çatdırdı. Bu torpaqlar qəhrəmanlarımızın sayəsində əsl sahibinə, bizlərə qayıtdı. Torpağı, vətəni yaşadanları yaşatmaqsa bizlərin borcudur. Qarabağ Azərbaycandır. Həyat belədir ki, bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq bu xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmətdir.